var imiş. Ham oğlunu öyləndirir. Bir dənə bunun oğlu qalır. Bu da utandığından eşiyə çıxanmır. Deyir, mən nağarımı qonşuların yanında utanıram. Deyir, oğlum apar. Bu comuşu Marniol bazarında sat. Əlinə təyini yığaq görəksə toy eləyə bilərik. Mən bu qonşuların yanında utanıram. Oğlan səhər tezdən atı minir, comuşu qabağına qatır. Başlayır mahnı oxuyur. Düz Marniol bazarına gedir. Yəni mal bazarına da. 2 dənə bazar var bilirsiniz. Gedir ora çatanda deyir, ay mən nə qədər səhv iş görmüşəm. Deyirlər, niyə? Deyir, mən deyir, bu comuşu bazara gətirənə qədər deyir. Mahnı oxuya gəlmişəm deyir. Bura çatanda deyir, yadıma düşdü ki, mən bu mahnıyı oxumuşam, heç bunun arada fışqırığını çalmamışam, qaydalamamışam. Comuşu bazarda qor, bəx gəlvindi mahnısını oxuyub axı. Fışqırıq çala-çala gedəndə görür, comuş nə gəzir? Comuşu yiyəsiz ötürüb bazara. Kimsə də götürüb gedib də oğuruyublar. Bir başına, bir dizinə. Atası deyir, oğlum gətir, görüm nə satdın, nə elədin? Deyir, ay dədə, qurban olum, gör başıma nə iş gəlibdir. Deyir, nədir? Deyir, ay, buradan comuşa aparanda deyir, mahnı oxuya getmişəm. Ora çatanda yadıma düşüb ki, bəs mən bu mahnını oxumuşam, fışqırığını çalmamışam. Gəldim, fışqırığını çala-çala gedəndə gördüm, comuşa oğuruyublar. Dədələrimiz deyər ki, kasıb ürəyi mərd olar. Hə, ağsaqqal. Elə deyirlər, hə, babalarımız, kasıb ürəyi mərd olar. Deyir, sənin deyir o qeyrətinin ağırsın alim. Sən ki deyir, o mahnıyı fışqırıqsız qoymayıbsan, comuş sağ qurban olsun.